Mən sizə keçən blokda qiymətlərdən danışdım. Yəni qiymətləri göstərdim ki, görəsiniz ki, burada qiymətlər necədir. Yəni Azərbaycana baxaraq bizim burada qiymətlər çox bahadır. Nəyə görə bahadır? Yəni onu da anlatmaq istəyirəm ki, siz biləsiniz. Yəni burada qiymət niyə belə bahadır? Ona görə ki, bura yalnız samolyot gəlir. Yəni uçuşla, yəni samolyotla gəlir bütün meyvələr, tərəvəzlər, bütün nə satılırsa burada mağazalarda hamısı samolyotla gəlir. Ona görə də qiymətlər daha yüksəkdir. Başqa şəhərlərə baxaraq. Yəni bura başqa bir yolla gəlmək mümkün deyil. Yalnız samolyotla. Və yayda 1 aylıq, 2 aylıq burada buz əriyir və gəmi ilə gəlir məhsullar. Gəmi ilə məhsullar gələndə qiymətlər daha aşağı olur. Mən sizə indi göstərdiyim qiymətlər keçən blokda. O qiymətlər yəni artıq gəmi ilə gələn qiymətlərdir. Samolyotla gələn qiymətlər daha baha olur. 2 qat baha olur, belə deyək. Yəni pomidorun qiyməti hal-hazırda burada hardasa 4-5 manatdır kilosu, 5-6 manata yaxındır. Ən yüksək 6-7 manatdır qiyməti kilosu. Yəni samolyotla gələndə isə 2 qat baha olur. Hardasa 14 manat, 15 manat civarında olur. Burada soyuq olsa belə, gördüyünüz kimi yaşıllıq da var, ağaçlar da var. İnsanlar gəzir, havalar yaxşıdır. Bir həftə olar ki, burada yay gəlibdir. Hamı artıq kurtka geyinmir. Yay paltarına keçibdi. Belə yaşıllıq var. Çox şükür ki, biz də yay görürük. Növbəti blokda görüşəndə əziz izləyicilərim, sizdən bir xahiş edeyim. Zəhmət olmasa, yəni baxış sayı çoxdur mənim kanalımda. Sadəcə abunə olan şəxslər azdır. Zəhmət olmasa xahiş edirəm. Yəni abunə olun ki, mənim üçün də bu bir pozitiv enerji olsun. Yəni mən videoları daha çox çəkib paylaşım sizinlə. Daha çox sizə buranı göstərim. Fərqli maraqlı yerlər göstərim. Çox sağ olun izlədiyiniz üçün təşəkkür edirəm.